Salam yoldaşlar, hər vaxtınız xeyir. Bugünkü videomda sizləri son dövlət qulluğu imtahanına düşmüş mətnin məntiqi təhlili bölməsinə aid olan test nümunəsi ilə tanış edəcəm. Kifayət qədər çətin və tələbələr tərəfindən maraqla qarşılanan sual nümunələrindən biridir. Gəlin sualımızın şərti ilə tanış olaq. Sualımızın şərtində deyilir ki, Aytən, Bəhrəm, Ceyran, Rauf və Eldar adlı tələbələrin hər biri iki dil bilir. Onlardan 4-ü İngilis, 3'ü Fransız, ikisi Rus, biri Alman dilini bilir. Bizə 5 tələbə verilir və onların bildiyi 4 dil qeyd olunur. Sualımızın həllindən ötürü cədvəlimizi qurmalıyıq. Cədvəlimizdə verilmiş tələbələri qeyd edirik. Aytən, Bəhrəm, Ceyran, Rauf və Eldar. Bunlar bizim tələbələrimiz. Sətir formasında yazdıq. Sütunda da bildiyi dilləri qeyd edəcəyik. İngilis dili, Fransız dili, Rus dili və Alman dili. Cədvəlimizi quraq, sonra sualımızın həllinə başlaya bilərik. Cədvəlimiz bu formada olacaq. Sualda verilənlərə əsasən məlumdur ki, fransız dilini bilənlərdən biri qız, ikisi oğlandır. Bu bənd hələ ki bizə heç nəyi aşkar etmir. Keçirik növbəti bəndə. Bəhrəm və Eldar bir-biri ilə yalnız ingilis dilində danışır. Şərtdə deyilir ki, hər bir tələbə iki dil bilir və Bəhrəm və Eldar bir-biri ilə yalnız ingilis dilində danışır. Bunların bildiyi dillərdən biri ingilis dilidir. Bəhrəmə ingilis dilinə plus qoyuruq, Eldara plus qoyuruq. Bunların biləcəyi növbəti dillər bir-birindən fərqli olmalıdır. Üçüncü bənddə deyilir ki, Aytən və Rauf eyni dilləri bilirlər. Aytən hansı dili bildirsə, Rauf da o dili biləcək və hər ikisinin bildiyi iki dil də eynidir. Qayıdıram əvvələ. Fransız dilini bilənlərdən biri qız, ikisi oğlandır. Bizə burada verilib 2 qız və 3 oğlan bizə qeyd olunur. Gəlin baxaq, analiz edək bunları. Fransız dilini bilən 2 oğlan bizdə var. Şərtdə də bizə 3 oğlan qeyd olunur. Bu 2 oğlan deyirəm, əgər Bəhrəm və Eldar olsa, bu mümkün deyil. Çünki Bəhrəm və Eldar bildiyi yeganə ortaq dil ingilis dilidir. Bəhrəm və Eldar eyni anda hər ikisi fransız dilini bilə bilməzdir. Ona görə avtomatik olaraq Bəhrəm və Eldardan biri fransız dilini biləcək. 2 oğlan bildiyinə görə növbəti oğlan da Rauf olacaq. Deməli, Raufun fransız dili bilməsi bizdə dəqiqdir. Rauf biləcək. Növbəti fransız dili bilənlərdən biri ya Bəhrəm olacaq, ya Eldar olacaq. Onu hələ ki təyin edə bilmirik. Rauf fransız dilini bildisə, axı bizə deyirdi, Aytən və Rauf eyni dilləri bilirlər. Rauf fransızı bildisə, Aytən də fransız dilini biləcək. Aytənə də fransız dilinə plus qoya bilərik. Və birinci bənddə deyilir ki, fransız dilini bilənlərdən biri qızdır. Aytən qızdır, fransız dilini bildi. Növbəti qız Ceyrandır, Ceyran fransız dilini bilməyəcək. Ceyrana minus qoya bilirik. Və sualımızda növbəti qeyd olunan hissə, diqqət edəcəyimiz hissə birinin Alman dili bilməsidir. Bir nəfər bizdə Alman dili bilir. Alman dilini onda Aytən və Rauf bilməyəcək, çünki Aytən və Rauf eyni dilləri bilməlidir. Onlar 2 nəfər olduğuna görə Alman dilini bir nəfər bilməli olduğu üçün onlar Alman dilini bilməyəcək. Alman dilini Aytənə minus, Raufa da minus qoya bilirik. Aytən və Raufun biləcəyi növbəti dili gəlin tapaq. Ehtimal verək ki, Aytən və Rauf Rus dilini bilir hər ikisi. Əgər Aytən və Rauf Rus dillərini bilsə, onlar artıq 2 dil bilmiş olurlar. Ona görə Aytən və Raufu biz cədvəlimizdən çıxa bilərik. Çünki onların biləcəyi dillər artıq bizə məlumdur. Yerdə qalır bizə Bəhrəm, Eldar və Ceyran. Bəhrəm və Eldar ingilis dilini bilir. Deyək ki, Ceyran da ingilis dilini biləcək. Amma bizə şərtdə deyir ki, ingilis dilini 4 nəfər bilməlidir. Onda avtomatik olaraq Aytən və Rauf ingilis dilini bilməlidir ki,
İngilis dili bilənlərin sayı 4 nəfər olsun. Aytən və Rauf ingilis dilini bildi, fransız dilini bildi. Onlar iki dili artıq bəllidir. Onda növbəti dilləri bilməyəcəklər. Minus qoyuram boş qalan dillərinə. İngilis dilini 4 nəfər artıq bəlli olduğuna görə ingilis dili bilənlər. Ceyran ingilis dili bilməyəcək. Minus qoyuram. Ceyran növbəti biləcəyi dillər rus və alman dilidir. Çünki hər bir tələbə iki dil bilir. Ceyran da ingilis, fransızı bilmədiyinə görə növbəti boşda qalan dillər rus və alman dilləridir. Plus qoyduq. Alman dilini bir nəfər bilməli idi. Burada bizə qeyd olunmuşdu. Həmin bir nəfər də Ceyrandır. Onda digər tələbələrin qarşısına alman dili üçün minus qoya bilirəm. Minus qoyduq. Yerdə qaldı bizdə Bəhrəm və Eldarın biləcəyi dilləri təyin etmək. Əgər Bəhrəm fransız dilini bilirsə, Eldar rus dilini biləcək. Yox, Bəhrəm rus dilini bilirsə, Eldar fransız dilini biləcək. Bunu biz artıq təyin edə bilmirik. Sualın şərtində də, sual hissəsində deyilir ki, mətnə əsasən kimlərin bildiyi dilləri dəqiq, məlum deyil. Bəhrəm və Eldarın biləcəyi növbəti dili təyin etmək bəlli deyil bizə. Ona görə düzgün cavabımız 2 və 5 olacaq. A variantı. Diqqətinizə görə çox sağ olun.